Zodiac adam öldürməyi axirət həyatı üçün qullar toplamağın bir yolu kimi izah edirdi. Z408 şifrəsinin deşifr olmuş tam mətni belə idi. Mən insanları öldürməyi sevirəm, çünki bu çox əyləncəlidir. Bu meşədə vəhşi heyvanları öldürməkdən daha əyləncəlidir. Çünki insan ən təhlükəli heyvandır. Nəyisə öldürmək mənə ən həyəcanlı hissi verir. Bu hətta bir qızıla yatmaqdan daha üstündür. Bunun ən yaxşı tərəfi odur ki, mən öldükdə cənnətdən yenidən doğulacam və öldürdüyüm hər kəs mənim axirət qullarım olacaq. Mən sizə adımı verməyəcəm, çünki siz mənim axirət üçün qul toplamağımı yavaşlatmağa və ya dayandırmağa çalışacaqsınız. Vallejo Polis Departamenti mesajın psixoloji təhlili üçün Vasavil şəhərindəki Kaliforniya tibbi müəssisəsində çalışan bir psixiatrdan rəy istədi. Həkim, yazarın ruhani qullar toplamaq fantaziyasına əsaslanaraq özünü hər şeyə qadir hesab etdiyini müəyyən etdi. Təhlildə Zodiac adətən tənhalığı və qaranlıq düşüncələri ilə seçilən biri kimi təsvir olundu. Psixiatr həmçinin qatilin qətli cinsəllikdən üstün tutmasını, onun yetərsizliyini ifadə edən bir əlamət ola biləcəyi ehtimalını irəli sürdü. 1969-cu il sentyabrın 27-sində saat 16:00 radələrində Pacific Union College tələbələri Brian Hartnell və Cecilia Shepard Lake Berryessa gölünün yaxınlığında Twin Oak Ridge ilə qum körpüsü vasitəsilə birləşən kiçik adacıqda piknik edirdilər. Bir qədər sonra Shepard onları izləyən bir şəxsi gördü. O, ağacın arxasında dayanmışdı. Qara paltar geyinmişdi. Cəllad tipli başlıq və gün eynəyi ilə qorxulu bir mənzərə yaratmışdı. Onun sinəsində isə 3 düym ölçüsündə ağ simvol olan önlük vardı. Əlində silahla cütləyə yaxınlaşdı.